Salam əziz və dəyərli dinləyicilər, mən bugün sizə İsa Hüseynovun Zəhər hekayəsini danışacağım və daha sonra isə əsərin təhlilinə keçəcəyik. Başlayaq. Deyir, meşədə qəribə bir sükut var idi, nə bir quş ötürdü, nə bir yarpaq tərpənirdi. Meşəbəyi Mirqasım yəhərdə deyir, çəpəki oturub, papağının dalını qaldırıb mahnı oxuyurdu. Meşəbəyinin adı nə idi? Mirqasım. Və ancaq deyir, bu dəfə kefdən oxumurdu. Bu dəfə deyir, Meşəbəyinin sözləri nə qədər oynaq idisə, səsi bir o qədər qəmli idi. Kədərli demək olmaz. Yəni kədərli demək olmaz nəyə görə? Çünki bu 60 yaşlı, deməli neçə yaşı var? 60 yaşı var. 60 yaşlı pəhləvan, cüssəli adam məhz kədərə qalib gəlmək niyyəti ilədir, papağınıdır, dalını qaldırıb, çərşənbə günündə çeşmə başında gözün bir alagöz xanıma düşdü deyirdi. Qaşını oynatdı, gözündən güldü deyirdi. Özünün isə gözləri tez-tez dolub boşalırdı. Çünki bugün Meşəbəyi meşə ilə vidalaşmağa çıxmışdı. Artıq sağollaşmağa gəlib meşə ilə. Mahnı axıra çatdı. Meşəbəyinin yadına bir bayatı düşdü. Deməli, yadına bir bayatı düşür. Ancaq o ayrılıqdan, ölümdən danışan bu bayatını dərhal unutmağa çalışdı. Deməli, ayrılıqdan, ölümdən bəhs etdiyi üçün bu bayatı onu tez unutmağa çalışır. Səhərdən axşama qədər, bəzən hətta gecə yarısına qədər çiynində gəzdirdiyi, sanki bədəninin ayrılmaz bir əzasına çevrilmiş çantası indi çiynini üzüb salırdı. Yəni bir növünə ağırlıq gətirirdi. Yayın 30-35 dərəcə istisində belə geyməyə adət etdiyi çəkmələri indi bu sərin payız günündə elə bil oda dönüb ayaqlarını yandırırdı. Lakin Meşəbəyi dərhal bunları da unutmağa çalışdı. Papağını bu dəfə arxaya itələyib yəhərdə qamətini düzəltdi. Şeh və xəzəl qoxusu ilə dolu havada dərindən nəfəs aldı. Altından keçdiyi qoca palıdın yarpaqlarına, sonra göy ürgənin dərisi işıldayan dolu, qüvvətli çiyninə və dalğalı yalına baxdı. Belə-belə işlər. Ay göy ürgə, belə-belə işlər deyə 60 yaşında birinci dəfə burada öz-özünə danışmağa başladı. 60 yaşı var, deməli obrazın. Kimi Mirqasımın 60 yaşı var. Deməli bu gecə yatırıq, qalxırıq, bu da eləyir 2 gün. 3 deyən gün lent kəsilir. Aha, lent kəsilir deyir. 2 gündən sonra yəni lent kəsilir. Şluz açılır, su gəlir, meşəmiz qalır suyun altında. Göy ürgənin yerişi Meşəbəyinin xoşuna gəlmədi. Ürgə daşsız, kəsəksiz, dümdüz talanın ortasında birdəncə büdrədi. Meşəbəyinin oğlunun bir raykom katibi idi. Deməli, birinci nə baş verir? Göy ürgənin yerişi Meşəbəyinin xoşuna gəlmədi. Ürgə daşsız, kəsəksiz, dümdüz otlanan talanın ortasında deyir, birdəncə, yəni birdən-birə büdrədi. Meşəbəyinin oğlunun biri raykom katibi idi. Deməli, Meşəbəyinin oğlunun biri nə idi? Raykom katibi. Bir oğlu Bakıda oxumaqda idi. Biri raykom katibidir, biri isə hələ Bakıda oxumaqda idi. 10 illiyi bu il qurtarmış, son 5-i isə indi artıq başa çatmaqda olan bənd tikintisində işləyirdi. Deməli, biri raykom katibi, biri Bakıda oxumaqda idi, digəri isə bənd tikintisində işləyirdi və 10 illiyi bu il qurtarmış, son 5-i isə deyir, kənd tikintisində işləyirdi. Bütün atalar kimi o da öz oğullarını sevirdi. Ürgənin dümdüz yerdəcə büdrəməsi, üstəlik də bir-iki kərə öskürməsi Meşəbəyini narahat etdi, lakin qarşıdakı böyük itki və narahatlığı da tezcə unutdurdu. Lakin deyir, qarşıdakı böyük itki və narahatlığı da tezcə unutdurdu. Üzürlü sayın. Aha, Meşəbəyi cilovu tərpədib, iri, qabarlı əli ilə ürgənin çiynini şahpıldatdı. Aha, büdrəmə, fikir eləmə, qadan alım, dedi. Bəndi çəkənlər, meşəni suyun altında qoyanlar mənim öz balalarımdır, deyirlər, su daha əfzəldir. Deməli, bəndi çəkən, meşəni suyun altında qoyan elə kimdir? Məsələ Mirqasımın öz balalarıdır. Deyirlər, su daha əfzəldir, yəni su daha yaxşıdır, su daha xeyirlidir. Suyumuz olsa, deyirlər, ilan mələyən düzlərdə 100 belə meşələr salacağıq. Elə bilirsən salmayacaqlar, salacaqlar, ay göy ürgə, salacaqlar. O günü, o dövranı biz də görəcəyik. 100 yaşında at belində qalxıb meşəbəylik eləməyənin atasına lənət. Hətta deməli, belə deyək, obrazımız 100 yaşına qədər yaşamağı və
O dövrdə də meşəbəylik eləməyinə deyir, atasına lənət deyir. Meşəbəyi yenə papağının dalını qaldırdı, yenə oxumağa başladı. Ay duman gəl, keç bu yerdən. Bu yerlər təzə bar eyləsin. Həm gözlərim görsün səni, həm könlüm nübar eyləsin. Aha. Deməli burada eyləsin, eyləsin. Sonra bar eyləsin, nübar eyləsin. Burada deməli bizim təkririmiz var. Daha sonra ay duman gəl, keç bu yerdən, ay duman. Burada dumana müraciət var. Bu yerlər təzə bir bar eyləsin. Həm gözlərim görsün səni, həm könlüm nübar eyləsin. Aha. Daha sonra çox düşünməkdən, bədahətən aşığın sözlərini dəyişdirə-dəyişdirə xeyli oxuduqdan sonra yenə də ömründə birinci dəfə burada kimsəsiz meşə içində öz-özünə qəhqəhə çəkdi, güldü. Aşıq Abbas dağ adamıydı, dağlardan danışırdı. Mən aran adamyam, arandan danışıram. Abbas deyirdi, könlüm qubar eyləsin, mən deyirəm, könlüm nübar eyləsin. Hansımız yaxşı deyirik, ay göyürgə. Deməli, burada Aşıq Abbasın sözlərinə yer verilib, deyir, Aşıq Abbas dağ adamıydı, deyir. Dağ adamıydı, amma mən deyir, hara adamyam, mən aran adamyam. Aşıq Abbas dağ adamı, mən isə aran adamyam. Abbas deyirdi ki, könlüm qubar eyləsin, qubar. Mən isə deyirəm ki, könlüm nübar eyləsin, yəni çiçəklənsin. Hansımız yaxşı deyirik, ay göyürgə. Deməli, Mirqasım kişi özü aranan olduğunu deyirdi və könlünün könlüm deyir nübar eyləsin, nübar etdiyini deyirdi. Ancaq Aşıq Abbas göyə dağ adamıdır, dağ qubar. Bir növ belə yadda saxlayan, yəni qubar, dağ, nübar, aran. Aha, elə bil nılarla yadda saxlaya bilərik əslində. Burada aran, nübar. Aranı, nı, übar Mirqasım kişiyə aiddir. Aranı, nı, übar. Yəni nılarla. Dağ, qubar isə deməli aiddir kimə? Aşıq Abbasa aiddir. Aşıq Abbas. Daha sonra Ürgə bir də büdrədi, Meşəbəy bir də təəccübləndi. Əşi, sənə nə oldu ay zalım balası? Deyə birdən hirslənib qışqırdı. Nə olub sən də bir yandan kefimizə soğan doğrayırsan? Allahın bəndənin hayfını səndən alaram, atamın göru haqqı. Ürgəyə hətta bir şallaq çəkdi, lakin əvvəllər Meşəbəy əlini tərpətməmiş yerindən oynayan Ürgə indi heç diksinmədi də. Onun yalnız qulaqları qımıldandı, bir də çiyninin dərisi titrədi. Meşəbəy köksünü ötürdü. Dərdimə şərik çıxırsan nədir, ay Allahın heyvanı. Aha. Daha sonra Ürgə başını endirib yavaş-yavaş addımlayırdı. Meşəbəy də başını sinəsinə əydi. Çiyinləri sallandı. Beli donqarlandı. Doğrudanmı göy Ürgə onun dərdinə şərik çıxırdı? Belə-belə işlər, ay göy Ürgə, deyə o asta yorğun səslə təkrar etdi və daha səsini çıxartmadı. Meşədə qəribə sükut var idi. Nə bir quş ötürdü, nə bir yarpaq tərpənirdi. Meşəbəy heç Ürgənin ayaqlarının tappıltısını da eşitmirdi. Deməli, meşədə qəribə bir sükut var idi, nə bir quş ötürdü, nə də bir yarpaq tərpənirdi. Meşədə deyir, hətta belə deyək, o qədər səssizlik idi ki, atın deyir, ayaqlarının deyir, tappıltısını da eşitmirdi. İndi o ürəyində oxuyurdu. Nələr gəldi, nələr getdi bu dünyadan. Deməli, bu hissəni ürəyində oxuyur. Nələr gəldi, nələr getdi bu dünyadan deyirdi. Birdən Ürgə dayandı. Meşəbəyi diksinib qabağa, sonra ətrafına baxdı. Uzaq mənzilli yola çıxanda göy Ürgə adətən tanış adama filana rast gəlməsə dayanmazdı. Lakin Meşəbəyi ətrafda lal dinməz ağaclardan başqa heç nə görmədi. Göy Ürgənin bir xasiyyəti də var idi ki, belində yəhərin tapqırı açılanda və ya qırılanda dərhal dayanıb sahibinə xəbərdarlıq edərdi. Meşəbəyi əlini tapqırlara da atdı, bir dəyişiklik hiss etmədi. Deməli, Göy Ürgənin burada iki xüsusiyyətindən belə də danışılır. Birincisi nə idi? Meşəbəyi görür ki, Göy Ürgə dayandı. Deyir, Göy Ürgə nə vaxt dayanardı? Ya deyir, belə deyək,
tanış olmayan bir adam görəndə, tanış adama filan deyir, rast gəlməsə dayanmazdı. Yəni, yəqin ki, deyir, tanış adama rast gəlib, tanış adama filan rast gəlməsə dayanmazdı. Bir də deyir, belində yəhərin deyir, tapqırı açılanda və ya qırılanda dərhal deyir, dayanıb sahibini xəbərdar edərdi. Meşəbəyi əlini tapqıra da atdı, bir dəyişiklik hiss etmədi. Bəs ürgəyə nə olmuşdu? O yəhərdən yerə atıldı. Ürgənin dodaqları arasında sarımtıl köpük görünürdü. Meşəbəyi əsla çirinmədən ovucu ilə köpüyü sildi. Əlini burnuna yaxınlaşdırıb qoxladı. Köpükdən askıral iyi gəlirdi. Askıral da bitki növüdür. O, ürgənin gözlərinə baxdı. Bu iri göyçək gözlər izdirabla dolu idi. Ürgənin dodaqları arasından yenə sarımtıl köpük gəlirdi. Meşəbəyi bir daha köpüyü qoxladı və sarımsaq qoxusunu xatırladan iyi təkrar hiss etdi. Göy ürgə hardasa asırqal yemişdi. Asırqal, bircə saniyə hardaydım? Aha. Asırqal yer yemişdi. Meşəbəyi çox yaxşı bilirdi ki, dərhal tədbir tökməsə, göy ürgə buradaca onun gözünün qabağında yıxılıb ölə bilər. Lakin o hələ də dayanıb ürgənin dodaqlarının arasından aramsız qaynayıb tökülən köpüyə baxırdı. O, ömrünün 40 ilini at belindən olmuşdu, deməli 40 ilini. 60 yaşı var, onun 40 ilini at belində keçirdibdi. Deməli, 40 ilini deyir, at belində olmuşdu, meşəni addım-addım gəzmişdi. Onun zehnində 1001 çiçək, ot adı var idi. Bu 1001 ad içərisində asırqal çox az yada düşürdü. Çünki bu zəhərli bitki onun meşəsindən uzaqlarda, dağlarda bitirdi. Elə isə bu nə möcüzə idi. Ürgə nədən zəhərlənib, bəlkə heç zəhərlənməmişdi. Meşəbəyinin dünya görmüş təcrübəli gözləri dostunun bədənində gəzdi. Ürgənin döş əzələləri titrəyirdi. Dizləri hiss olunacaq dərəcədə bükülüb, çox çətinliklə düzəlirdi. Göy ürgə onu öz oğulları qədər sevən, ona yedirtmək üçün şinnelin cibində parça-parça qənd gəzdirən sahibinin qarşısında birdən-birə zəiflədiyindən utanırmış kimi izdirablı gözlərini çevirib yana baxırdı. Birdən onun bütün bədəni titrədi. Yenə dizləri büküldü. Ürgə inildədi və elə bil daha utanmaqdan, xəcalətdən keçdiyini hiss edib gözlərini sahibinin üzünə dikdi, ondan kömək istədi. Bu saat qadan alım, deyə meşəbəyi pıçıldadı. Çevrilib geriyə, qalın meşənin dərinliklərinə tərəf baxdı. Ürgənin gözlərini sığallayıb bir daha bu saat dedi, şallağını çəkməsinin boğazına sancdı, papağını başına bərkitdi, şinnelinin ətəklərini yığıb yerindən götürüldü. Buradan təxminən 2 kilometr aralıda geniş bir talada gür sulu çay üzərində sovxoz var idi. Deməli, deyir ki, buradan təxminən 2 kilometr aralıda geniş bir talada gür sulu çay üzərində sovxoz var idi, sovxoz. El arasında ona it sovxozu deyirdilər, it sovxozu. Orada suitinin müxtəlif cinslərini saxlayırdılar. Deməli, bir ay bundan əvvəl sovxoz köçürülmüşdü. Tikililər sökülmüş, çay üzərindəki dəmir tor, qəfəslər yerli-dibli qoparılıb aparılmışdı. Sovxozun yerində indi yalnız torpaq yığınları bozarırdı. Xarabalıqdan xeyli kənarda isə uzaqdan baxanda ağızun yerində indi yalnız torpaq yığınları bozarırdı. Xarabalıqdan xeyli kənarda isə uzaqdan baxanda ağız-ağıza dayanmış, daha doğrusu üzrlüsəni səhv oxumuşam, ağız-ağıza dayanmış bir cüt nəhəng hörümçəyə bənzəyən iki alaçıq qaralırdı. Orada sovxoz direktorunun qaynatası Daşdəmir kişi kürəkəninin və daha bir neçə sovxoz işçisinin mal-qarasını saxlayırdı. Deməli, orada deyir sovxoz direktorunun qaynatası. Qaynatası Daşdəmir kişi, kürəkənin özünün və daha bir neçə sovxoz işçisinin mal-qarasını saxlayırdı. Kürəkəninin, yəni sovxoz direktoru onun kürəkəni idi. Kürəkəninin, özünün, bir də daha bir neçə sovxoz işçisinin mal-qarasını saxlayırdı. Sabahda bir gündə Daşdəmir də köçməli idi. Gəlir ikinci hissə. Meşəbəyi 2 kilometrlik yolu bir nəfəsə qət edib alaçıqlara yetişəndə hər alaçığın kölgəsindən bir iri qıllı köpək peyda oldu. İtlərin səsinə Daşdəmirin əvəzinə geyimindən şəhər ziyalısına oxşayan
boz şilyapalı, uca boy bir adam çıxdı. Deməli, burada desələr ki, Daşdəmir çıxmışdı. Xeyr, Daşdəmir yox. Onun əvəzinə kim çıxmışdı? Şəhər ziyalısına oxşayan boz şilyapalı, uca boy bir adam. Şəhər ziyalısına oxşayan boz şilyapalı, uca boy bir adam çıxmışdı. Yürüyüb itlərə təpindi, sonra dayanıb təəccüblə Meşəbəyiyə baxdı. Qan tər içində tənginəfəs yüyürən adamdan nə isə soruşmaq istədi. Ancaq Meşəbəyi onu qabaqladı. Mən Mirqasımam, Meşəbəyi, Mirqasım. Ay oğul, atım ayağıya düşüb, mən səni burada birinci dəfədir ki görürəm. Deməli, özünü təqdim eləyir. Hələ oğlan danışmamış özünü təqdim eləyir. Deyir, mən Mirqasımam, Meşəbəyi Mirqasım. Ay oğul, atım ağıya düşüb, mən səni burada birinci dəfədir görürəm. Bağışla, tanış olası halım yoxdur. Bir vedrə süd lazımdır. Daşdəmir hanı gözümə dəymir. Nə olub? Amirqasım döşünlüyə atlanır. Aha, deməli bir vedrə süd lazımdır deyir. Daşdəmir hanı gözümə dəymir. Bunu da məhz Mirqasım deyir. Nə olub Amirqasım döşünlüyə atlanır. Yaxınlıqdan lap 5 addımlıqdan tanış səs eşidildi. Yəqin ki bu da elə Daşdəmir özü olacaq. Meşəbəyi cəld dönüb geniş açılmış iri mavi gözlərini ağacların arasında dolandırdı. Deməli, mavi gözlü idi. Buna qədər diqqət edirəm, çünki bəzən bu suallara belə şeylər də düşür, o baxımdan mavi gözlü idi. Daşdəmirin səsi bu dəfə elə bil yerin altından gəlirdi. Deməli, bayaq o, belə deyək, ziyalıya oxşayan o oğlanın danışığına yer verildimi? Xeyr, verilmədi. Şəhər ziyalısına deməli danışığına hələ ki yer verilməyib. Baxaq. Meşəbəyi deyir, cəhd dönüb geniş açılmış iri mavi gözlərini ağacların arasında dolandırdı. Daşdəmirin səsi bu dəfə elə bil yerin altından gəldi. Ölmədik, sənin dövranının qurtardığını da gördük, Amirqasım. Yenə Daşdəmir danışır. Sən hardasan, Akişi? Buradayam, gəlirəm indi. Deməli bunu sən hardasan, Akişi? Bunu Mirqasım deyir ki, sən hardasan, Akişi? Buradayam, gəlirəm indi. Deyirəm, ölmədik, sənin də axırını gördük. Göy ürgənin belində beldən belə çapırdın, eldən elə çapırdın. Saatda bir malı, heyvanı atın döşünə qatıb salırdın xalxala. Nə bilim filan yerə ayaq basmayın, bəs məkan yerə yaxın durmayın. Nə bilim filan yerə yaxın durmayın. İndi kimə qalır sənin bu qoruqların? Yoxsa Qaraca çoban kimi ağacları köklü, köməkli qoparıb belinə şələliyib aparmaq istəyirsən? Daşdəmir palıd ağacının mağara kimi qaralan koğuşundan çıxdı, iki yanını basa-basa yaxınlaşıb Meşəbəyini süzdü. Hə, buyur görək, süd lazımdır deyirsən, süd zad yoxdur. Sən Allah, biraz tez elə, ay Daşdəmir. Ürgə əldən gedir. Hanı ürgə? Bu yanda talada qoymuşam. Elə niyə? Yəni gələsi halı yoxdur. Yoxdur, Daşdəmir, qadan alım, tez elə. Oğul bərabəri atdı Daşdəmir. Oğul bərabəri atdı Daşdəmir. Aha, yəni atı deyir ki, yəni oğlum qədər deyir, onu çox sevirəm deyir. Yəni oğlum bərabəri, oğlum kimi əzizdir yəni. Gənc kənarda dayanıb siqaret çəkirdi. İtlərin şırvanmasından məlum idi ki, oğlan burada təzə adam deyildi. Meşəbəyi üçün bu saat hər dəqiqə qiymətli idi. O, ötən günləri yada salıb söhbəti uzadan adamın tələsməyəcəyini hiss edib gəncə baxdı. Gənc dərhal siqaretini yerə atdı. Mən gətirərəm deyib alaçıqlara tərəf yüyürdü. Meşəbəyinin elmli, savadlı adamlara, şəhərlərdən meşəyə gəzməyə gələn ziyalara xüsusi marağı var idi. Yaşıl talalarda, bulaq başında, ağac kölgəsində onu süfrəyə dəvət edən ziyalıların hərəsi onun ürəyində bir cür xatirə qoyub gedərdi. Onun həyəcanının, təşvişinin dərhal başa düşüb cəld yüyürən ziyalı gəncin arxasınca baxdıqda Meşəbəyinin bənd tikilisi başlayan gündən açılıb dərinləşmiş, sonra küt bir ağrı ilə içərisində gizlənib qalmış yarası yenidən qövrələdi. O yalnız indicə başa düşdü ki, lent kəsilib, şülüz açılanda, meşə suyun altında qalanda, meşə ilə birlikdə neçə-neçə adamlar ülfətini, ünsiyyətini ərşdən, gücdən xəbər verən şirin-şirin söhbətlərini də itirəcəklər. Meşəbəyi bir anlığa hətta göy ürgəni də unutdu. Şişkin sifətini topa saqqal basmış qıllı adamın nə dediyini və nə üçün güldüyünü belə başa düşmədi. Deməli, bu şişkin sifət, topa saqqal, həmçinin qıllı adam. Bu deməli kimdir? Bu Daşdəmirdir. Səndən deyiləmmi? Niyə cavab vermirsən?
Nə deyirsən? Deyirəm oğlun raykom katibidir. Pulun çox olar. Bir xərcləyək də. Meşəbəyinin qaşları çatıldı. Sənin də kürəkənin savxoz direktorudur. Deməli sənin də pulun çoxdur. Aha. Deməli belə deyək, Daşdəmir buna deyir ki, sənin oğlun raykom katibidir. Və deyir, pulun deyir çox olar, ver xərcləyək. Qarşılığında da Mirqasım kişi deyir ki, sənin də kürəkənin savxoz direktorudur. Deməli sənin də pulun çoxdur. Mənim torbamın dibi deşikdir. Elə niyə? Bilmirsən, 1-2 baş normadan artıq heyvan saxlayıram deyin, hər yoldan ötən rüşvət istəyir. Pulu torbanın üstdən qoyuram, altından o yana gedir. Sənin özünü neçə kərə qonaq eləmişəm, yadından çıxıb. Deməli mənə rüşvət verirdin. Daşdəmir güldü. Bəs sən necə bilirdin, hə? İşim keçməyən adama mən bir tikə də yedirtmərəm. Aha, Meşəbəyi fikri dağınıq halda səbirsizliklə alaçıqlara tərəf baxdı. Oğlanın dolu vedrə gəldiyini gördükdə itlərin mırıldaşmağına əhəmiyyət vermədən onun qabağına yeridi. Çox sağ ol, qadan alım. Dəyməz əmi, deyə nəzakətlə gülümsünüb vedrəni ehtiyatla irəli uzatdı. Əli vedrənin soyuq qulpuna toxunanda Meşəbəyinin ürəyinə sərinlik gəldi. Fikrən indi o artıq Göyürgənin yanında idi. Bu göyçək xeyirxah oğlan da, Daşdəmir də onun yanında idilər. Köməkləşib Ürgəyə yaxınlaşdılar, zorla süd içirirdilər. Bu fikirdə ikən birdən vedrəni böyrü üstə gördükdə Meşəbəy təəccüblə çevrilib ağzını geniş açaraq qaqqıldayan Daşdəmirə baxdı. Süd axıb göy otların arasına hopurdu. İtlər cumub südü yalayırdılar. Daşdəmir isə gülürdü. Vallah bilmədim, ayağım toxundu. Mirqasım, bir ürgə nə mənə şeydir, ondan ötürü belə yüyürüb qan tərə batıbsan. Bu bir növ hansı əsərə oxşadı? Keçəl Həmzənin Qıratı qaçırması boyunda sanki atın əslində nə qədər dəyərli olduğunu anlamırdı və deyirdi, bir ata görə niyə bu qədər əl-ayağa düşmüsən? Keçəl Həmzə Koroğluya deyirdi. Nəysə, belə bir uyğunluq oldu. Yadıma düşmüşkən dedim. Deməli, Meşəbəyi deyir, vallah deyir, bilmədim, ayağım toxundu, Mirqasım. Bir ürgə nə mənə şeydir, ondan ötürü belə yürüb qan tərə batıbsan. Deyən oğlanların hərəsi biraz pul qoysun, maşın alsınlar. Min gəz kef elə özün üçün. Meşəbəyi top qara saqqal arasında iti uclu dişləri ağaran bu adama baxıb nahaq gəldiyini başa düşdü. Meşəbəyinin canı alovlandı. O, pul təklif etmək, südü satın almaq istədi, lakin özünü sındırmadı. Köhnə, adi təmkini ilə yaylığını çıxarıb tərini sildi. Papağını götürdükdə ikindi çağının sərinliyində onun iri qırxıq başından qatı buğ qalxdı və beləcə başı tüstülü halda geri qayıtdı. Göy ürgə artıq böyrü üstə idi. Meşəbəyi çöməlib onun gözlərini sığalladı. Sonra əlinin arxası ilə öz gözlərini sildi. Belə işlər ay göy ürgə. Ürgə son dəfə xırıldayıb dartındı və hərəkətsiz qaldı. Meşəbəyi yavaşca qalxıb tapqırları açdı, sonra yüyəni ürgənin başından çıxartdı. Yəhəri belinə şələliyib, yalnız onun bələd olduğu el yolundan uzaq xəlvət cığırla addımladı. Külək başlamışdı, meşə xışıldayırdı, Meşəbəyinin üstünə xəzəl yağırdı. Boynuna, qoyun qultuğuna soyuq yarpaqlar dolurdu. O isə heç nəyə əhəmiyyət vermir, gözlərini qaranlıqda bozaran dar cığırdan çəkmədən ağır-ağır, yorğun-yorğun addımlayırdı. Meşədən çıxanda o ömründə birinci dəfə bərk yorğunluq hiss etdi. Vaxtı keçmiş qoca kimi hıqqıldayıb yəhəri belindən endirdi. Yerə qoyub üstündə oturdu. Sonra çevrilib çiyini üstündən geriyə meşənin səsinə qulaq asdı. Belə işlər ay göy ürgə. Belə işlər ay Meşəbəyi Mirqasım. Belə işlər. İndi isə keçək əsərin təhlilinə. Əslində çox belə deyək, dəyərli bir əsərdir. Çox duyğusal bir əsərdir həqiqətən də. Başlayaq indi isə əsərin təhlilinə. Deyir, həyata əks etdirmə növü epik növdədir. Janrı hekayədir. Mövzusu insan və onun təbiətə münasibəti. Təbiətin insanların birgə səyi ilə qoruna bilər. Təbiət insanların birgə səyi ilə qoruna bilər. İdeyası budur. Problem isə namərdə etibar etmənin ağır nəticələri. İnsanın təbiətə qarşı amansızlığı.
Mətnin məzmun və ideyası ilə bağlı atalar sözü keçmə namərd körpüsündən qoy aparsın sel səni. Burada namərd kim idi? Təbii ki, Daşdəmir idi. Ədəbiyyatımızda böyük maraqla qarşılanan hekayədə baş verənlər Meşəbəyinin kədəri, göy ürgənin zəhərlənməsi, Daşdəmirin hadisələrə münasibəti və s. diqqətimizi dərhal cəlb edir. Bütün bunların arxasında nələrin dayandığını aşkara çıxarmaq, müəllifin niyyətini aydınlaşdırmaq, ciddi araşdırma, axtarış tələb edir. Qeyd etmək lazımdır ki, deməli, Hüseynovun əsərlərində insan psixologiyasına, onun mənəvi aləminə, cəmiyyəti narahat edən problemlərə daha çox diqqət yetirilir. Deməli, hansı məsələlərə? İnsan psixologiyasına, onun mənəvi aləminə, həmçinin cəmiyyəti narahat edən problemlərə daha çox diqqət yetirilir. Qarşıya çıxan problemlərin həlli yazıçının qəhrəmanlarını seçim qarşısında qoyur. Bu seçimin necə olması obrazın daxili aləminin məntiqi inkişafından doğur. Bütün bunlar Zəhər hekayəsində özünü qabarıq göstərir. Əsərdə bir-biri ilə əlaqəli olan bir neçə mühüm problem diqqətə çatdırılır. Əsərdən məlum olur ki, həqiqətən namərdə tuş gələnin işi düyünə düşər. Hadisələr meşənin su altında qalacağı ərəfədə, sərin payız günlərinin birində baş verir. Hətta 2 gün sonra belə deyək, meşəni su basacaqdır. Təbii ki, bu belə deyək, elə onun oğlanları tərəfindən olacaqdı Mir Qasım kişinin. Göy ürgənin büdrəməsinin səbəbi zəhərlənməsi idi. Meşənin su altında qalacağından kədərlənməsi Mir Qasımın ilkin düşüncəsi idi. Meşənin su altında qalacağından kədərlənməsi Mir Qasımın ilkin düşüncəsi idi. Meşənin su altında qalması ərəfəsindən bir ay əvvəl it safxozu köçürülmüşdü və yeri xarabalığa çevrilmişdi. Obrazlarımız, deməli, Mir Qasım kişi 60 yaşındadır, mavi gözlü, pəhləvan cüssəli, 40 ilini at belində keçirmiş bir obrazdır. Dünya görmüş, təcrübəli, vicdanlı, ləyaqətli obrazdır. Meşə ilə vidalaşmaq üçün göy ürgə ilə meşədə gəzintiyə çıxır. Mahnı oxuyarkən kefdən oxumurdu, səsi qəmli idi. Kədərlənməmək üçün Aşıq Ələsgərin düşdü qoşmasını oxusa da, tez-tez gözləri dolub boşalırdı. Ayrılıqdan, ölümdən bəhs edən bayatını xatırlasa da deməkdən çəkinir. Deməli, xatırlayır, sadəcə xatırlayır, amma belə deyək, ifadə etmir. Onun dilindən verilən məlumatlardan aydın olur ki, 1-2 gündən sonra meşə su altında qalacaqdı. Oğullarından biri raykom katibidir, biri Bakıda oxuyur. Balacası isə 11 illiyi bitirib bənd tikintisində işləyir. Daha sonra deməli birincisi də oxumuş, ikincisi oxumuş, üçüncüsü isə 11 illiyi bitirib, yəni elə qutaran kimi də bənd tikintisində işləyir, yəni təhsilsizdir də, belə ali təhsilsiz. Göy ürgəyə bəndi çəkənlərin öz balaları olduğu üçün fikir eləməməsini deyir. Su olsa ilan mələyən düzlərdə 100 belə meşə salınacağını dedikləri üçün o da 100 yaşında da at belinə qalxıb meşəbəylik edəcəyini düşünür. Aşıq Abbas Tufarqanlının şeirini dəyişərək oxuyur. Göy ürgənin büdrəməsinin səbəbini dərdinə şərik çıxmasından hesab edir. Deməli, Aşıq Abbas Tufarqanlının şeirini dəyişərək oxuyur, dəyişərək. Çünki deyir, əvvəlləri deyir, oxuyurdu, amma sonradan deyir, artıq sözü tükənirdi və başlayırdı dəyişərək oxumağa. Və qeyd eləyək ki, Aşıq Abbas Tufarqanlını deyirdi, o dağ adamıdır, mən deyirdi, aran adamıyam. Və deyirdi ki, o bir söz var idi, deyirdi, mənim qəlbimə nübar gətirər, bu nəsə belə nübar gətirər, amma onda isə kədər. Bir dəqiqə ona baxım, nə qədər yadımdadır. Aha, və burada Aşıq Abbas deyir, dağ adamıydı, dağlardan danışırdı. Mən deyir, aran adamıyam, arandan danışıram. Daha sonra deyirdi ki, Aşıq Abbas Tufarqanlı deyir ki, könlüm qubar eləyər. Mən deyirəm ki, könlüm nübar eləyər. Aha, bax bu məsələ. Könlüm qubar eləyər, mən isə deyirəm, könlüm nübar eləyər. Bir növ elə bil Aşıq Abbas Tufarqanlını biraz bədbin ruhda, özünü isə nikbin ruhda vermişdi. Daha sonra deyirik ki, qeyd etməyə lazımdır ki, aha, bunu dediyi bayaq. Daha sonra Aşıq Abbas Tufarqanlının şeirini
dəyişərək oxuyur, dəyişərək, yəni sözlərini dəyişərək, özündən əlavələr eləyərək. Göy ürgənin büdrəməsinin səbəbini dərdinə şərik çıxmasından hesab edir. Elə bilir ki, elə onun dərdinə şərik çıxır. O da Mirqasım kişi kimi üzülür, o baxımdan büdrüyür. Əslində isə elə deyildi. Meşənin təbiətini, bitki aləmini yaxşı bilirdi. Buna görə də asırqal otunun burada bitmədiyini anlayır. Meşəyə gəzməyə gələn elmli, savadlı adamlara, ziyalılara xüsusi hörmət bəsləyirdi. Gələcək gənc ziyalı oğlanın süd dalınca getdiyini gördükdə keçmiş qonaqlarını xatırlayır. Artıq meşənin su altında qalması ilə birlikdə neçə-neçə adamın ülfətini, ünsiyyətini, söhbətlərini itirəcəklərini düşünür. Çünki əvvəllər gəlirdilər, artıq meşə yoxdursa hara gələcəklər, yəni harda söhbət eləyəcəklər. Oğlanın südü gətirdiyini gördükdə xəyalında Daşdəmir və oğlanla göy ürgə süd içirdiklərini düşünür. Amma bu hadisə realda baş vermir. Sadəcə bunu xəyal olaraq düşünür. Sonda meşənin su altında qalması, göy ürgənin ölməsi ona ağır təsir edir və ilk dəfə yorğunluğunu hiss edir. Daşdəmir obrazı it safxozunun xarabalığa çevrilmiş yerindən kənarda safxozun direktorunun, yəni kürəkəninin, özünün və bəzi safxoz işçilərinin mal qarasını saxlayır, amma o da köməkçi, köçməli idi. Daha sonra təbiəti sevməyən, onun qorumayan Daşdəmir kimi insanlar bütün bəşəriyyətin düşmənidir. Bəli, hətta o deyirdi ki, oğlanlarına deyə atı neynirsən, sənə maşın alsınlar. Daha o atın dəyərini başa düşmürdü. Daşdəmir meşənin su altında qalacağını bilib əsl simasını Mirqasıma göstərir. Meşəbəyinin dövranını bitirdiyinə sevinir. Qaraca çobanla müqayisə edərkən Meşəbəyi Mirqasıma kinayəli münasibət göstərir. Qaraca çobanla hansı hissədə müqayisə edir? Deyir, sən də deyir, bu ağacları deyir, belivə deyir, şələlə apar, yəni belivə götür, yerindən kökündən deyir, qopart apar. Öz mənafeyini düşünür, bəli, qonaq elədiklərinə rüşvət verdiyini düşünür və işi keçməyənə bir tikədə verməyəcəyini deyir. Elə öz dili ilə ifşa edir bir növ özünü. Mirqasıma nifrət edir, buna görə də əvvəlcə süd vermək istəmir, sonra isə süd vedrəsini bilərəkdən dağıdır. Südü dağıdandan sonra Mirqasımı ələ salaraq oğlanlarına ona maşın almasını istəməsini deyir. Göy ürgə uzaq mənzilli yola çıxanda, yalnız tanış adama rast gəldikdə və ya yəhərin tapqırı açılanda, qırılanda dayanırmış. Bax, bu hissə mütləq testlərə də düşəcək. Asırqaldan zəhərlənmişdi. Sanki sahibindən utanırmış kimi gözlərini çevirib yana baxır. Amma axırda deyir, ağrıya dözməyib, meşəbəydən kömək istəyir. Süd gəlib çata bilmədiyi üçün sağala bilmir. Belə, bu qədər. Uğurlar hamınıza. İnşallah ki, belə deyək, nə isə çatdıra bildim. Sağlıqla.